Sayın Cumhurbaşkanı, aziz kardeşim, sayın tören iştirakçıları, bugün Türkiye-Azerbaycan dostluq, qardaşlıq tarixində önemli bir gündür. Iğdır-Naxçıvan gaz hattının açılışı qeyd edilir. Burada deyildiği kimi Naxçıvanda Sayın Cumhurbaşkanı ile birlikte 1,5 yıl bundan önce biz bu gaz hattının temelini koyduk ve artık bu güzel törende iştirak edirik. Bildiğiniz gibi Naxçıvan qədim Azərbaycan torpağıdır. Ancak artık bir əsrdən çoxdur ki Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki Azərbaycan Xalq Cumhuriyyəti 1920. yılda süqut edenden sonra, ondan 5 ay sonra Sovyet hakimiyeti Batı Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bu bir əsrdən çox davam edən ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın hayatına çok menfi təsir göstermiştir. Özellikle 1. Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etti ve eyni zamanda Naxçıvanı ablukaya aldı. Onların planlarında Naxçıvanı da işğal etməkdi. Ancak o zaman mənim atam Heydər Əliyev Naxçıvanın başkanı kimi buna imkan vermədi və Naxçıvanı qorumaq üçün bütün Naxçıvanlar səfərbər oldular, öz doğma torpaqlarını savundular və işğalçını yerine oturtdular.